İmtahana hazırlaşmaq istəyirəm və sayacağım öyrənmə texnikalarını 10 üzərindən qiymətləndirək. Okey. Aktiv testlər və sual işləmək, yəni mövzunu oxuduqdan sonra 8, əl ilə xüsusi notlar yazmaq, 9, mövzunu başqasına izah etmək, 10, praktik nümunələr və keyslər üzərindən çalışmaq, 9, video dərsləri yenidən izləyib notlar götürmək, 5, yalnız kitab oxumaq, 5, təcrübəyə güvənərək yalnız test işləmək, 0, qrup və ya tandem şəklində müzakirə, yəni study qruplarda çalışmaq, 8, mövzunu səslə danışaraq özünüzü dinləmək, 3, mövzunu tam bilməyən şəxsə sadə dildə izah etmək, bayaqçına oxşardı 10 yenə də, oxuduğunuzu yazıb eyni notu bir də təkrar yazmaq, çox da effektiv olduğunu düşünmürəm, 6, real həyatda və ya işdə praktikada tətbiq etmək, əgər çalışdığınız yer oxuduqlarınızın tam tətbiqinə icazə verirsə, 10.